Musiqiçilər ağrıya daha dözümlü olur. Musiqi ilə məşğul olanlar digər insanlara nisbətən ağrıya daha davamlı olur. Bu barədə The Times qəzeti məlumat yayıb. Araşdırma Danimarkanın Aarhus Universitetindən professor Anna Samarano rəhbərliyində aparılıb. Alimlərin fikrincə bu fərq musiqi təcrübəsinin beynin fəaliyyətini yenidən təşkil etməsi ilə əlaqədardır. Uzun illər minlərlə təkrarlanan barmaq hərəkətləri ilə məşğul olmaq musiqiçiləri diskomforta öyrəşdirir və nəticədə onların ağrıya qarşı həssaslığı azalır. Tədqiqat çərçivəsində 19 musiqiçi və musiqi təhsili olmayan 20 könüllü iştirak edib. Hər bir iştirakçının əlinə bir neçə gün davam edən, lakin sağlamlığa zərər verməyən, ağrı hissi yaradan zülal inyeksiya olunub. Alimlər inyeksiyadan əvvəl və sonra 2 və 8 gün ərzində beyin fəaliyyətini qeydə alıb. Nəticələr göstərib ki, inyeksiyalardan sonra musiqiçilər daha az ağrı hiss etdiklərini bildiriblər. Ən çox məşq edənlər isə ən az diskomfort yaşayanlar olub. Alimlər vurğulayır ki, musiqi xroniki ağrıların müalicəsi üçün vasitə deyil. Araşdırmanın nəticələri bəzi insanların niyə ağrılara daha dözümlü olduğunu anlamağa və gələcəkdə yeni ağrı kəsici vasitələrin hazırlanmasına kömək edə bilər.